Ha bak. Hardayam gene xırdalanda. Gözəl bir masajda, gözəl bir yerdə. Elə bir qiymətə evim çıxıb ki, deməyə özüm utanmam. Gəl bunun həyətinə bax. Həyətinə maşın girən, üstünə çörək yeməyə, ev tam mülkiyyət, kucalı. Belə ev heç yerdə yoxdur, tapa da bilmərsiniz. Ancaq məndə var. Bu evin arasında görsənir. Çox gözəl yerdir. Bunun arasında çək. Burada qəşəng gəzmək, nəsə istəsən qoya bilərsən, evi qabağıdır. 1, 2, 3, 4, 4 daş kürsünü. Belə bir şeydə yoxdur. Gəl içəriyə baxırlar. Gəl. 1, 2, 3, 4, 5. 4, 55. 1, 2, 3, 4, 5, 6. 25 kvadrat, 26 kvadrat zal. Bu heç yerdə yoxdur. Müntəzə qiymət məni maraqlandırır. Valla mən belə qiymət ev görməmişəm, olmuşum. Yiyəsi xaricdə indirdiyen bunu özü düşmüşdü. İndi çıxır gedir, satır. Bu onun kukunasıdır. Gözəl bir kukunadır. Gör nə qəşəkdir. Bu bunun ikinci otağı. İsparlar qoşa daş. Bir baxın, qoşa daş. Təşdaş demirəm, qoşa daş deyirəm. Qiymət mənim maraq, qiymət çox qiymətlidir. Bu bunun sanuzudur. Sanuzunu çək. Gör nə yekəndə, sökəndəyim, halal olsun üzərində. Bu bunun üçüncü otaqdır. Ev gündür, geniş, işıqlı, kupcalı, qiymət. Mən desəm sizə, mən özüm utandıysam, belə qiymət ev var, ancaq məndə var. Bunu nə 60 minə deyirəm, nə 55 minə deyirəm, bunu mən 50 minə deyirəm. 50 minə 3 otaqlı, həyətinə maşın girəm, tam mülkiyyətli ev yoxdur, bu məndə mümkünü budur. Gözləyirəm yolunuzu gəlin alın. Ən qəşəng variant. Kanalda abunə olun, sizin yolunuzu gözləyirik. Mənim xalqım, mənim millətim. Gəlin, sizə mən sizə verəcəm. Allah Məhəmməd, Allah sizə bu yetin istəyib alasınız. Buraya da.